Qusarda dəm qazından ölüm hadisəsi qeydə alınıb. Hadisə rayonun İmamqulukənd kəndində baş verib. Kənd sakini 22 yaşlı Fəzail Farizoğlu Əbiyev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək həyatını itirib. Dəm qazı faciəsi gördüyünüz bu evin hamamında baş verib. 22 yaşlı Fəzail Farizoğlu Əbiyev bu evin hamamında çimərkən dünyasını dəyişir. Allah rəhmət eləsin. Əbiyev Fariz Andreyev mənim adım. Əbiyev Fəzail Farizoğlu. Necə oldu? Siz onu nə vaxt bildiniz, hadisə baş verdi? İşdən gəlib. O işten geldi, ben de işten geldim. Evde danıştım, oturdum, çay içtim. Sonra dedi ki ona mama gidelim. Şimdi iki geleyim. Ben de küçüğe gittim çay içmeye. Birden çay içinde yani geldim Trabzon'a. Nəsə hiss elədiniz? Ürəyinizə damdı. Geldim ve kafadan soruştu ki oğlum harada hamamda. Gittim baktım hamam bağlıdır. Otun sundum içeride uzanmış. Olmuş yıkılmış öyle çıkarttım onu şöyle. Ne kadar şeyler. Eline böyle alın. 22 yaşlı Fəzail Əbiyev evin tək oğul övladı idi. Onun nəşi bugün İmamqulukənd kənd qəbirstanlığında torpağa tapşırılıb. Qeyd edək ki, mərhum Fəzail şəhid əmisi Fəzail Əbiyevin adını daşıyırdı. Onun əmisi 1974-cü il təvəllüdlü Fəzail Andreyoğlu Əbiyev 13 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Faktı Qusar rayon prokurorluğu araşdırır. Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim Media, Şimal Bürosu.